Və gəldik kitabımızın, ümumiyyətlə hər iki hissənin sonuncu mətni dekolman mətninə. Diqqətlə oxusunu təşkil edirik və daha sonra tapşırıqlarını yerinə yetiririk. Ankarada özəl xəstəxanası olan qohumumun evində qalırdım. Xəstəxanadakı həkimlər üçün qəpik quruşa tərcümələr edirdim. Bəzən həkimlər bu pulu da çox görür, azaltmağa çalışırdılar. Amma bir dəfə bunun əvəzini çıxıb onların üzərində zəfərimi hiss etdim. O vaxt birinin gözündə dekolman adlı təhlükəli xəstəlik var idi. Həkimlərimiz ölkəmizdə heç vaxt edilməyən çətin əməliyyatı üstəlik belə birinin üzərində etməyə cürət etmirdilər. Buna görə bir yəhudi professor İstanbula dəvət edildi. Həmin günlərdə Almaniyada nəşr edilən jurnalların birində dekolman cərrahiyyəsində 2 yenilik adlı məqalə diqqətimi çəkdi. Jurnalı götürüb gülümsəyərək həkimlərə yaxınlaşdım. Baxın uşaqlar, bu sizin üçün maraqlı olar. Dərhal jurnalı əlimdən aldılar, oxuyub başa düşməyə çalışdılar. Məqalənin nə haqqında olduğunu anlasalar da, yazının əhəmiyyətini tam dərk etmədikləri üçün dedilər. Axşama qədər bunu tərcümə elə. Edərəm, amma 200 lirəyə. Sən axmaqsan? Əslində, indiyə qədər çox axmaq olmuşam. Ancaq icazə verin sıxışdığınız bir vaxtda əvəzini çıxım. Nəhayət 100 lirəyə yazını tərcümə etməyə razılaşdım. Tərcüməni oxuyan həkimlərdən biri bunu yəhudi professora verək, sabah yanlışlıq etməsin, dedi. Amma bir professorumuz boğuq səslə, bu nə deməkdir? Ona bu məqalə haqqında heç nə deməyin. Qoyun nəyə qadir olduğunu bizə sübut etsin. Sabah bacarığını göstərsin, görək, dedi. Digəri əlavə etdi. Gördünüzmü özünü bəyənmişi? Səhər qatardan düşüb, hələ də gəlib bizimlə görüşmək, məsləhətləşmək ehtiyacı duymuyub. Səhəri gün yəhudi professor və bizim həkimlər baş həkimin otağında idilər. Bəzi məqamlarda köməyimə ehtiyac olacağını düşünüb, məni də baş həkimin otağına dəvət etmişdilər. Qısa boylu, utancaq bir insan olan əcnəbi həkimin hər ağzını açdığında ətrafındakiləri incitməkdən qorxan bir halı vardı. Söhbətin mövzusu əməliyyatın çətinliyi idi. Yəhudi professor dekolman cərrahiyyəsinin klassik üsulunu təsvir edir, lakin hər dəfə həkimlərimizin dünən əzbərlədikləri məqalə əsasında etdikləri etirazla üzləşəndə onlarla razılaşırdı. Həkimlərimizdən biri onu cüt maşa ilə tutmaq daha düzgün olmazmı kimi sual verəndə o cəld başını tərpədərək bəli, çox doğrudur, dedi. Amma kişinin çaşqınlıq əvəzinə getdikcə üzünə razı təbəssüm yayılır, ətrafdakıların etirazlarını açıq-aşkar məmnuniyyətlə təsdiqləyirdi. Nəhayət onu ən amansız sorğu-suala çəkən həkimin çiyninə əlini qoydu. Təsəvvür edə bilməzsiniz, dekolman cərrahiyyəsində sizin də bu üsulları bildiyinizə necə sevinirəm. Eyni utancaq və daha yavaş səslə əlavə etdi. Bütün bunları keçən həftə tibb qəzetində yazmışdım. Çox maraqlıdır. Adamın öz yazdığını özünə danışırlar. 461. Mətndə əsasən yanlış fikri müəyyən edin. Əcnəbi professoru sorğu-sual edən həkimlər dekolman cərrahiyyəsi ilə bağlı məlumatlı olduqlarını sübut etməyə çalışırdılar. Bəli, çünki onlar əslində heç nə bilmirdilər, sadəcə tərcümə olunmuş şeyi oxuyurdular, yəni öyrənmiş, əzbərləmişdilər. Ona görə də özlərini sübut etməyə çalışırdılar. A, düzdür. Sonra deyir ki, oxuduqları məqalədən əldə etdikləri biliklərdən istifadə edirlər, düzdür. Dekolman cərrahiyyəsi üçün məqalədə tanış olduqları yeni üsulun professora aid olmasına xəbərsiz idilər, düzdür. Çünki axırda deyirik, bütün bunları keçən həftə tibb qəzetində yazmışdım. Tərcümə etdirdikləri məqaləni yaxşı oxumuşdular, bəli, yaxşı oxumuşdular ki, həkimə qarşı çıxmağa çalışırdılar. Professorun əməliyyatdan imtina etməsinə çalışırdılar. Əməliyyatdan imtina etməsinə yox, özlərinin güclü, savadlı həkim olduqlarını göstərməyə çalışırdılar. Ona görə cavab olur Y variantı. 62. Mətnə əsasən hansı fikirləri söyləmək olmaz? Yəhudi professorun məqaləsi Alman mətbuatında dərc olunmuşdu. Hadisələr, görək hardan baş verir. Deməli, necə Alman mətbuatında deyir. Alman mətbuatında dərc olunmuşdu, deyir. Baxın, bəli, düzdür. Deyir, həmin günlərdə Almaniyada nəşr edilən jurnalların birində dekolman cərrahiyyəsinin 2 yenilik adlı məqalə diqqətimi çəkdi və bunu yəhudi birisi yazmışdı. Deməli, bir doğrudur. 2-də deyir ki, Türkiyədə dövlət hesabına tibb yardımı mövcud idi. Özəl xəstəxanadan, səhv eləmirəmsə, söhbət gedir mətndə. Baxın, hə, Ankarada özəl xəstəxanadan söhbət gedir. Dövlət xəstəxanası ilə bağlı fikir ona görə yanlışdır.
Yəhudi professor Dekolman əməliyyatında türk həkimlərindən təcrübəli idi. Əlbəttə ki, təcrübəli idi. Adamın özünün yazdığı məqaləsini oxuyub 2 cümlə əzbərləyiblər. Yəhudi həkimə danışmağa çalışırlar. Yəni əlbəttə ki, Yəhudi həkim doğrudur. Sadəcə o çox belə nazik davranır, ehtiyatlı davranır, belə deyək də, yəni lovğa deyil. 4-də deyib Türkiyədə mətbuat və tibb inkişaf etməmişdi. Edib əslində inkişaf edib. Yəni özəl xəstəxanalar falan varsa tibb zaten inkişaf edir. Bunların da professorları, həkimləri var yəni. Sadəcə olaraq bu xəstəlik haqqında risk eləmirlər də, belə deyək. Yəni bir xəstəliyin müalicəsi ilə bağlı risk eləmirlərsə bu demək deyil ki, savadsızdılar. Yox, var, yaxşı həkimləri var, yəni mətnə görə belə nəticə çıxarırıq. 2-4-dür. 5-dədir. Almaniyada tibb sahəsində bəslə jurnal nəşr edilir. Düzdür. Dekolman xəstəliyində 2 yenilik məqaləsində məhz Almaniyada nəşr edilmiş mətbu orqanından çapdan çıxır. Ona görə 5 doğrudur. 2 ilə 4-ü söyləyə bilmərəm amma. Yəni yanlışdır. 463-də deyir nöqtələrin yerinə uyğun hansı ifadə yazılsa mətndəki poetik funksiya daşıyan ifadələrin sayı artar. Poetik funksiya daşıyan insanların poetik funksiya daşıyan insanlar nədir? Poetik funksiya daşıyan ifadələrin sayı. Nöqtələ. O vaxt birinin gözündə dekolman adlı təhlükəli xəstəlik var. Hörmətli insan poetik funksiya artmaz. Yəni məcaz deyil. Nəcib və yardımsevər adam məcaz deyil. Tanınmış şəxs məcaz deyil. Heç kəsdən çəkinməyən məcazi deyil. Elə bu, kəsdiyi başa sorğu-sual olmayan B variantı. Məcazi mənadadır. Kəsdiyi başa sorğu-sual olmayan. Bunu görək frazeologizm mi gedir? Kəsdiyi başa, frazeologiya. Yəni böyük səlahiyyət sahibi olmaq, nüfuzlu olmaq anlamındadır. Kəsdiyi başa sorğu-sual olmayan. Böyük səlahiyyət sahibi olmaq, çox ötkəm və nüfuzlu biri olmaq deməkdir. Yəni onlardan çox nüfuzlularından birinin, baxın, deyir o vaxt çox nüfuzlularından birinin gözündə dekolman adlı təhlükəli xəstəlik var idi. Cavab olur B. Çox şükür bugün də yeni bir şey öyrəndik. 464. Mətnin üslubu xüsusiyyətləri ilə bağlı doğru fikirlər istəyir. Mətnimiz əlbəttə ki, bədii üslubdadır. Bədii üsluba aid xüsusiyyətləri götürməliyik. Gözümüzə batanları çıxırıq. Məsələn, termin sıxlığı elmiyə aiddir. 3 getdi. Dil sərbəst, sadədir. Sərbəstlik məişətə aiddir. 4 getdi. Fikirlər yığcam və standartdır. Rəsmi işgüzara aiddir. 5 getdi. Qalır Y. Retorik suallardan istifadə edilmişdir. Yəni bədii sual nəzərdə tutulur. Retorik sual deyəndə bəli. Bu da bilirsiniz hardadır? Onu cüt maşa ilə tutmaq daha düzgün olmazmı? Məsələn, bu bədii sualdır. Bədii sualdırmı? Yox, bu bədii sual deyil. Çünki cavabı var. Çünki cavab verir. Bəli, bəli, çox doğrudur. Sorry. Üzürlü sayın. Bunu götürməyəcək. Burada bilirsiniz nə idi bədii sual? Deyir, gördünüzmü özünü bəyənmişi? Yəni cavab tələb eləmir. Bu nə deməkdir? Bunlar bədii suallardır. Biri götürəcəksiniz. Obrazlı ifadələr, məcazlar da əlbəttə ki var, bədii üslubdadır. 1-2-ni götürürsünüz. Cavab olur Y variantı. 465. Mətndəki şəxslərin altına xətt çəkilmiş cümlələrdəki nitqləri əsasında uyğunluğu müəyyən edin. 1, 2, 3. Burada 1-də deyir ki, çevirək mətni, bunu Yəhudi professora verək, sabah yanlışlıq etməsin dedi. Həkimlərdən biri deyir bunu. İkincisi deyir, bu nə deməkdir? Ona bu məqalə haqqında heç nə deməyin, qoyun nəyə qadir olduğunu bizə sübut eləsin, sabah bacarığını göstərsin, görək. O birisi deyir, gördüyünüz özünə bəyənmişik, səhər qatardan düşüb, hələ də gəlib bizimlə görüşmək, məsləhətləşmək ehtiyacı duymayıb, deyir. Deməli, baxırıq. Deyir, hər kəsə nəciblik nümayiş etdirik. Nəciblik alicənablıq deməkdir. Bunların heç biri alicənab deyil. Bu həkimlərin heç biri alicənab deyil. Nəciblik nümayiş etdirən hər kəsə bilirsiniz kimdir? O Yəhudi həkim. Onun da nitqi yoxdur. Ona görə A heç yerə getmir. A variantı getdi. Y variantı getdi.
B variantı getdi. Yəni hər kəsə nəciblik nümayiş elətdirən Yəhudi həkimdir. Yəhudi həkim. Danışa bilmədim. Yəhudi həkim. Necə də yerləşmir. Karandaşım çox qalındır. Yerləşmir, daha yazmıram. Hə. Sonra B-yə baxırıq. Deyir, öz bacarığından əmin çıxış edir, daxilən rahatdır. Xeyr, bunların heç birində öz bacarığından əmin çıxış edib daxilən rahatdır, heç birinə aid deyil. Hətta heç Yəhudi həkimə də aid deyil. Çünki o da biraz özünü narahat kimi hiss eləyir. B də heç yerə getmir. B də heç yerə getmirsə cavabımız hazırdır da, C variantı. Gəlin o birisləri yoxlayaq indi. 1-ə Y gedib. Deyir, qərəzsiz fikir yürüdür. Deyir, gəlin səhər göstərək, görək Yəhudi həkim nə deyir. Düzdür. 2-yə D gedib insan həyatının riskə atılmasına razıdır. Hə, deyir ki, heç nə deməyin bu məqalə haqqında. Qoyun nəyə qadir olduğunu bizə sübut eləsin. Yəni o dekolman xəstəliyi olan adamın üzərində əməliyyat aparsın. Eybi yox. Bu yəni məlumatları bilməsi də olar. Görək o necə eləyəcək o əməliyyatı? Eləyə biləcəkmi? Yəni insan həyatını riskə atır. İkinciyə aiddir. Üçüncüyə də C gedir. Əmin olmadığı bir məsələ ilə bağlı başqasını mühakimə edir. Acaba bilmir hələ yazıq niyə gəlib, niyə gəlməyib deyə. Deyir, gördünüz, özünü bəyənmişik. Qatardan düşüb, amma hələ də gəlib bizlə görüşmək istəməyib. Ona görə cavab olur C variantı. Maraqlı sualdır. Yeni tipdir. Birinci dəfə görürəm. 466. Mətnə əsasən cədvəli tamamlayın. Əcnəbi professorda, yəni topluda bu arada birinci dəfədir görürəm. Bu tipli suallar 111 mətndə var idi. 111 mətndə var, nitqlərinə əsasən uyğunluq eləyin deyə. 466. Əcnəbi professorda əvvəl ehtimal edilən xüsusiyyətlər, əcnəbi professorda sonra müşahidə edilən xüsusiyyətlər. Ehtimal edilir ki, özünü bəyənmişdi, məsələn. Özünü bəyənmişdi, özündən razıdır, saymaz yanadır, hamıya yuxarıdan aşağı baxır, hörmətsizdir. İki xananın ikisini doldura bilərsiniz. Hörmətsizdir, özünü bəyənmişdi, hamıya yuxarıdan aşağı baxır. Professorda sonra müşahidə edilən xüsusiyyət nəciblik, utancaqlıq. Məsələn, deyir ki, hələ də utancaq və boğuq səslə, yalana yox, belə yazdıqcasına da başını tərpədir eləyir. Deməli, utancaqlıq, səmimilik, mehribanlıq. Burada deyir ki, başqalarını incitməkdən qorxurdu. Görürsünüz, ətrafındakıları incitməkdən qorxan, mədəni, nəzakətli, yəni belə bir insan imiş. Mətnin əvvəlində isə həkimlərin dilinə desək, özünə razı və özünü bəyənmiş imiş. 467. Tərcüməçi zəfər qazandığını düşünür. Səbəb tərcümə əvəzində elə ki, əvəzini almağa çalışır. Orada deyir ki, 200 lirə təqdim edir. 200 lirə təklif edir ki, 200 liraya tərcümə eləyərəm. Tərcüməçi zəfər qazandığını düşünür. Səbəb odur ki, haqqı olan məbləği ala bildiyini düşünür. Belə yazırsınız. Yəhudi professor digər həkimləri dinlədikcə çaşqınlıq əvəzinə getdikcə üzünə razı təbəssüm yayılır. Səbəbi də odur ki, bu dekolman cərrahiyyəsində sizin də bu üsulları bildiyinizə necə sevinirəm. Yəni, sevinir ki, həkimlər əməliyyatla bağlı bunları bilir. Həm də ki, orada belə bir şey vardır ki, Yəhudi professor digər həkimlər dinlədikcə çaşqınlıq əvəzinə getdikcə üzünə razı təbəssüm yaranır. Səbəb ondan ibarətdir ki, Yəhudi professor keçən həftə tibb jurnalında onu yazmışdı və bu üsulların bu həkimlər tərəfindən də bilinməsi onu sevindirirdi. Yəni, belə yazırsınız. Sonra 468. Verilən fikirlərin doğru, yanlış və ya ehtimal olduğunu qeyd edərək seçiminizi əsaslandırın deyir. Həkimlər tərcümə olunan məqalənin müəllifinin Yəhudi professor olduğunu bilmirdilər. Bu doğrudur, uşaqlar. Doğrudur. Çünki qarşısındakı Yəhudi həkim bilmədiyi üçün orada deyir ki, orada bir deyir tərcüməni oxuyan həkimlərdən biri deyir ki, bunu professora verək, sabah yanlışlıq eləməsin. O birisi deyir ki, o nə deməkdir? Ona bu məqalə haqqında heç nə deməyin, qoyun görək hələ özü nə bilir, nəyə qadir olduğunu bizə göstərsin, sabah bacarığını göstərsin, görək nə bilir. Yəni bilmir ki, o yazıb, deyir elə qoy göstərsin, görək nə bilir.
Deməli, bu doğrudur. İkinci fikir, həkimlər alman dilini bilmirdilər. Yanlış. Həkimlər yəhudi dilini bilmirdilər. Alman dilini müəyyən qədər bilirdilər. Onlar çünki yəhudi dilini bir dəqiqə deyəcəm indi. Bu fikir yanlışdır. Yəni tərcümə elətdirirlər. Amma yanlışdır. Bilirsiniz niyə? Deyir, dərhal jurnalı əlimdən aldılar, oxuyub başa düşməyə çalışdılar. Məqalənin nə haqqında olduğunu anlasalar da, yazının əhəmiyyətini tam dərk etmədikləri üçün dedilər. Deməli, Almaniyada nəşr olunub bu jurnal. Deməli, Alman dilində mən yəhudi dili nə idi? Əstəğfurullah. Yəhudi dili nədir? Deməli, uşaqlar, həkim yəhudidir. Yəni yəhudi də, yəni dini mənsubiyyətini göstərən bir sözdür. Mən niyə bunu yəhudi dili dedim? Nəysə. Almaniyada nəşr olunubsa, Alman dilində nəşr olunub bu məqalə və deyir, dərhal orada deyir ki, heç bilmirdilər. Yəni həkimlər Alman dilini bilmirdilər, amma bilirlər. Müəyyən qədər. Çünki müəyyən qədər söhbətin nədən getdiyini anlayırlar, amma tam dərk eləmirlər. Deməli, bu o deməkdir ki, müəyyən qədər bilirlər. Həm də ki, yazı gəlir, orada həkimlə görüşürlər və danışırlar da. Və müəyyən qədər bir-birlərini başa düşürlər. Sadəcə tərcüməçini də yanlarına çağırırlar ki, birdən ehtiyac olar. Bax, bu ikisindən əsaslandırmaq olar. Dediyim kimi, birinci doğrudur, ikinci yanlışdır. 469. Yəhudi professor yerli həkimlərin onun məqaləsini oxumuş olduqlarını başa düşmüşdü. Lakin xətirlərinə dəyməmək üçün bunu büruzə vermirdi. Bu ehtimaldır. Ola da bilər, olmaya da bilər. Orada gülümsüyür, sevinir ki, oxuyublar və sonra da deyir ki, mən bunu çap elətdirmişdim. Əsaslandırmanı belə əsaslandırır ki, bu fikri belə ehtimal eləmək olar ki, Yəhudi professor həkimlərdən eşitdiyi yeni üsulları, onların etirazlarını açıq-aşkar orada deyir ki, məmnuniyyətlə təsdiqləyir. Ola bilsin ki, həkimlərin onun məqaləsini oxuduqlarını başa düşür və ətrafındakiləri incitmək istəmədiyi üçün bunu açıq şəkildə dilə gətirmir ki, abala, sən mənim öz yazdığım məqaləmi özüm deyirsən. Onu mən keçən həftə yazmışam. Ona görə nazikcə davranır və deyir ki, bir həftə əvvəl bu məqaləni mən özüm yazmışam. Ehtimaldır, yəni fakt deyə bilməzsən. Fakt deyə bilməzsən. Ola bilsin ki, deməli, həkimlər Yəhudi həkimə qarşı etiraz edərkən onu təsdiqləməsi, açıq-aşkar məmnuniyyətlə təsdiqləməsi və eyni zamanda da həmin məqaləni oxuduğunu başa düşməsi də gətirib çıxarsın və ətrafındakiləri incitmək istəmədiyi üçün bunu açıq şəkildə dilə gətirməsin. Belə deyək. Əsaslandırmanı da dediyimizə görə keçir 470-ci və sonuncu sualımıza. Mətndəki xəstəxananın üstün cəhəti xəstəxanadakı həkimlərin mənfi cəhəti. Xəstəxananın üstün cəhəti ondan ibarətdir ki, baxın, xaricdən həkim dəvət edirlər də, o yəhudi həkim Türkiyəyə gətirilir. Bu müsbət cəhətdir. Və Türkiyədə heç vaxt icra edilməyən o çətin əməliyyat üçün xaricdən yəhudi professor İstanbula dəvət edirlər və yəhudi təcrübəsindən yararlanmaq istəyirlər. Bu müsbətdir. Mənfi cəhət odur ki, həkimlər özlərini bəyənmişdilər. Dünən əzbərlədikləri məqalə ilə əslində təcrübəli professorun fikirlərinə etiraz edirlər. Yəni ki, buna çox savadlıdırlarmış kimi göstərməyə çalışırlar özlərini. Özlərini təcrübəli bir mütəxəssis kimi göstərməyə çalışırlar Yəhudiyə. Bir də özlərindən çox razıdırlar. Ona görə xəstəxananın həkimlərinin mənfi cəhəti budur, amma müsbət cəhəti odur ki, xəstəxananın, görürsünüz, həkimlərin müsbət cəhəti demir. Xəstəxananın üstün cəhəti odur ki, xaricdən həkimləri dəvət edir. Yəni, xarici təbabətin təcrübələrindən istifadə edirlər. Bu da bizim 470-ci və son mətnimiz idi. Mətnlər də belə bitdi. Ümid edirəm ki, 47 dənə burada, 47 dənə də orada, 94 dənə mətn işləmişik. 47-də 48-də orada dəqiq bilmirəm, ancaq 94-95 civarı bir mətn işləmişik. Ümid edirəm ki, bu mətnlərin, izahlarının sizin üçün bir faydası olub və olacaq. Belə, sonuncu mətnimizin izahı da belə yekunlaşdı.